Cəbə 1201-ci ildə Xalanqul döyüşündə Cırqaday adlı biri oxla gənc Çingizxanın boynunu yaralayıb. Çingizxan möcüzə nəticəsində sağ qalıb. Qələbədən sonra əsirləri düzən Çingizxan bunun kimin etdiyini soruşub. Cırqaday vüqarla "Bunu mən etmişəm, səni öldürmək istəyirdim" deyibmiş. Çingizxan onu əfv edib. Cəbə, yəni ox ləqəbi verib. Onu ordusuna alıb. Adi döyüşçüdən Cəbə yüzbaşına, daha sonra ordu rəhbərinə qədər ucalıb. 1211-ci ildə Çinin Cın hakimini, sonra Türkistan və Xarezm şahını məğlub edib. 1221-ci ildə Qafqaza yürüşə gedib. Beləliklə, bundan sonra onun haqqında heç bir məlumat yoxdur. Güman edilir ki, o bu yürüşdə vəfat edib.